Bizim cəmiyyətimizdə insanlarımızın çoxu düşünür ki, bağça sadəcə olaraq uşaqların vaxt keçirdikləri bir yerdir və uşaqlar orada olurlar, sadəcə yemək yesinlər, sadəcə yatsınlar, dursunlar və çıxıb evə getsinlər. Amma bu çox yanlış düşüncədir, çünki bağça uşağın ilk sosial mühitidir. Uşaq bağçaya ilk dəfə gələndə nəyi öyrənir? Ailəsindən uzaq qalmağı öyrənir. Müəyyən saatlar ərzində anasından uzaq qalır, atasından uzaq qalır və bununla bərabər nə öyrənir? Emosiyalarını idarə etməyi öyrənir. Yəni gəlir anasından ayrı, ağlayır, susur və yaxud da ki ağlamağa davam edir və yaxud da ki sakitləşir, başı qarışır, öyrənir, idarə etməyi öyrənir emosiyalarını və bağça ümumiyyətlə təkcə uşaqların yatan, yeyən müəssisəsi deyil, həmçinin sosiallaşdığı bir müəssisədir. Sosiallaşmaq dedikdə isə biz yalnızca uşağın burada dost qazanmasını nəzərə almamalıyıq. Çünki çox zaman ailələr gətirirlər bağçalara müraciət edəndə bildirirlər ki, uşağı bağçaya gətirdik ki, biraz sosiallaşsın. Yəni düşünürlər ki, uşağın dostu olsun, amma sosiallaşmaq dedikdə təkcə dost qazanmaq deyil. Sosiallaşmaq uşağın ümumiyyətlə paylaşmağı öyrənməsidir, özgüvənini formalaşdırmaqdır. Sosiallaşmaq gözləməni bacarmaqdır. Sosiallaşmaq empatiyanı qurmaqdır, emosiyalarını idarə etməkdir, özünü ifadə etməni öyrənməkdir. Yəni bir fərd, bir uşaq emosiyalarını, özünü ifadə etməyi, emosiyalarını idarə etməyi öyrənmirsə, o necə sosiallaşa bilər? Sadəcə dost qazanmaq deyil bu. Yəni o sosiallaşa bilmir. Valideynlər bunu nəzərə almalıdırlar və bağça seçdikləri zaman daha çox uşağın orada baxım evi kimi yox, yəni valideynlərin işdə olduqları müddətdə uşağımızı gətirək aparaq qoyaq bir müəssisəyə, orada yesin, yatsın, bu kimi düşüncə ilə yox, həqiqətən də uşağın təməl ehtiyaclarının ödənildiyi bir yer olaraq müəssisəyə müraciət eləsinlər və orada olmaqları daha yaxşıdır. Bağçalarda ümumiyyətlə müəllim, valideyn və bağça, yəni bağça valideyn münasibətlərini doğru şəkildə tənzimlədiyimiz zaman bu təbii ki, ilk növbədə uşağın inkişafına müsbət təsir etməyə başlayır. Çünki belə deyim də, əgər uşaq baxır, anası bağçanı sevirsə, bağçaya qarşı müsbət hisslər bəsləyirsə, uşaq da yavaş-yavaş o bağçaya doğru getməyə başlayır. Əgər uşaq görürsə ki, ana davamlı şəkildə və yaxud ata davamlı şəkildə bağçanı tənqid edir, bağçadan narazılıq etməyə başlayır, halbuki orada rahat bir mühit olsa belə uşaq oranı sevməməyə başlayır. Çünki belə deyək də, uşaq baxır, ana haranı sevirsə, kimi sevirsə, uşaq daha çox təqlid edərək öyrəndiyinə görə uşaqlar da onu sevməyə başlayırlar. Bütün bağçaları sevməliyikmi deyə bir şey yoxdur və belə deyək də, sadəcə olaraq biz bağça və müəllim əməkdaşlığını necə doğru şəkildə qura bilərik desək, mütəmadi şəkildə bağçalarda valideynlərə ümumiyyətlə doğru məlumatlandırılma olmalıdır. Valideynlərlə doğru şəkildə görüşmələr keçirmək lazımdır. Yəni çünki məsələn valideynlər çox zaman müraciət edirlər ki, mənim uşağım bağçaya gələndən sonra söyüş söyməyi öyrənib, mənim uşağım bağçaya gələndən sonra tüpürməyi öyrənib, müxtəlif davranışlar göstərməyi öyrənib. Bəlkə bu uşağın inkişaf dönəmi ilə əlaqəlidir deyib məsələyə baxa bilmirik. Amma ola bilir ki, uşağın inkişaf dönəmi ərzində uşaq özünü yaxşı ifadə edə bilmir, yəni o sosial mühitdə rahat ifadə edə bilmir və uşağın özünü ifadə şəkli vurmasıdır, tüpürməsidir, döyməsidir, qışqırmasıdır, aqressiv davranışlar göstərməsidir. O zaman pedaqoq bağçada uşağa yaxşı yanaşdığı zaman, bunun davamı evdə davam edirsə, biz yaxşı nəticələr alda bilirik. Amma müəllim sinifdə, qrupda uşağa qarşı çalışır davranışları düzəltsin, ona müsbət yanaşmağa çalışır, amma evdə bu proses davam etmir. O zaman uşaq, belə deyək də, o tərbiyə dediyimiz məsələ, təlim-tərbiyə dediyimiz proses davamlı şəkildə olmur. Yəni o, belə deyək də, dalğalı vəziyyətdə olmağa başlayır. Artıq istədiyimiz də nəticəni ala bilmirik. Valideynlərlə əməkdaşlıqda mütləqdir ki, bağçaların əksəriyyətində biz, məsələn, bağçaların sistemi, ümumiyyətlə metodiki işini quranda da biz ora valideynlər üçün məlumatlandırıcı güşələr belə yerləşdiririk. Yəni valideyn girir içəri, bağçanın içərisinə və orada ümumiyyətlə uşağın qidasından tutmuş, uşağına hətta necə yanaşa bilər, necə davrana bilərə qədər məlumat asırıq. Yəni 2 yaşlı övladınız varsa, onunla belə davranın, onun bu şəkildə bu davranışları gözləniləndir və yaxud 4 yaşlı övladınız bunları eləyirsə, bunları nəzərə almalısınız və s.
Yəni mütləq şəkildə valideynlərlə əməkdaşlığı doğru qurduğumuz zaman uşaqlardan yaxşı nəticələr ala bilirik. Çox zaman valideynlər ümumiyyətlə bağçalara girdikləri zaman uşaqlarını bir bağçaya qoymaq istəyəndə daha çox əsas durduqları məsələ qida məsələsidir. Hətta girirlər mətbəxlərə belə soruşurlar ki, hansı qidadan bu yemək bişirilir? Buna kimi soruşurlar. Kaş ki, təlim və tərbiyə məsələsində də bu qədər maraqlı olmuş olsaydı valideyn, çünki bütünlükdə inkişaf olmalıdır. Burada da öz haqları var təbii ki və qida məsələsi bəzən valideynlər gəlirlər, bildirirlər ki, məsələn, mənim uşağım səhərlər şokolad yağı ilə qidalanır. Mənim uşağım səhərlər bilmirəm avokado ilə qidalanır və yaxud da ki, glutensiz qidalar qəbul edirik. Biz bağçanın menyusunu yazdığımız zaman tərtib eləyəndə bütün uşaqların inkişafına uyğun olaraq o menyular tərtib edilir. Məsələn, hansı ki, burada əgər 1-2 yaşlı körpələr qrupu varsa, onların allergiyası yoxdursa, digər qruplara da bu aiddir. Allergiyası yoxdursa və yaxud xüsusi qidalardan hələ də istifadə edilirsə, bağça valideynlə əməkdaşlıq edib həmin qidaları uşaqlara vermək daha doğru olardı. Və bir də əgər belə deyim də uşağın heç bir allergiyası yoxdursa, uşaq normal qidaya düşübsə artıq, normal digər uşaqlar kimi qidalanırsa, biz həmin qidaları bütünlükdə tərtib etdiyimiz menyunu bütün yaş qruplarına veririk. Sadəcə olaraq bizim valideynlərimiz prioritet olaraq bağçadan gəlib gün ərzində 5 dəfə qidalanmanı və s. tələb edir. Bu 5 dəfə qidalanma dediyimizdə əslində ana öğünlər 3 ana öğün olur. O 2 öğün isə yuxudan durandan sonra verilən qidadır və yaxud da ki meyvə saatlardır və s. Digər yaralı məsələ nədir? Valideynlərin daha çox şirniyyat istəmələri. Yəni uşaqlarımıza şirin köklər, kökələr, şirin keklər və s. verilsin. Halbuki bu uşaq orqanizmasına zərərlidir. Hətta menyunu yazanda, məsələn, mən ora qeyd edirəm vələmir sıyığı və s. bu tər şeylər qeyd edirik. Valideynlər özləri bundan imtina edirlər ki, mənim uşağım səhər-səhər şirin çay yesin, şokolad yağı yesin, yoxsa başqa bir şeylər yeməsin, kalbasa yesin, sosis yesin və s. kimi şeylər istəyə bilirlər. Təbii ki, biz bunu belə deyək də müsbət formada qarşılamırıq və bildiririk ki, bu bağçanın ümumiyyətlə işinə uyğun deyil, ziddir və o valideynin istədiyi qidaları ora daxil etmirik. Həmin qidaları heç bir şəkildə etmirik. Əlavə olaraq mütləq şəkildə valideyndən soruşuruq ki, o uşağın yumurtaya, bilmirəm, portağala, digər allergik qidalara əgər belə deyim də orqanizması səhv pis reaksiya verirsə, həmin bizə buna dair yazılı məlumat verilsin və biz o uşağa xüsusi ya istənilir bağçada qida hazırlayırıq və yaxud evdən gələn qidanı nəzarət altında o uşağa yedizdirməyə çalışırıq. Qidalanma prosesində isə əsas məsələ nədir? Uşaqlar özləri sərbəst qidalana bilmirlər. Çünki ailələr onu öyrətmirlər. Mütləq şəkildə müəllimlər başlarının üstündə durur ki, uşaqların hamısına yemək versinlər. Amma necə ki gəlib bağçadan valideyn qida istəyir, uşağın da özünün qidalanmasını öyrətmək lazımdır. Və uşaqların qidalanma məsələsində əsas problemlərdən biri də uşaqlarda çeynəmə aparatının işləməməsidir. Yəni valideyn gəlib bildirir ki, mütləq şəkildə yemək blenderdən keçirilmiş olsun. 3 yaşlı bir uşaq var, onun çeynəmə aparatı yaxşı işləyir, o çeynəməlidir ki, belə deyim də, danışa bilsin yaxşı, hərfləri ifadə eləyə bilsin. Amma valideyn deyir ki, yox, mənim uşağım mütləq şəkildə blenderdən yemək yeməlidir. Biz də təbii ki, həmin valideynlə görüşmələr keçiririk, danışırıq ki, bu olmaz, uşağın inkişafını geri atan məsələdir. Amma valideyn israr edirsə artıq biz təbii ki, orada bildiririk ki, bunu edə bilmərik və başqa bir bağça seçsin. Ümumiyyətlə, biz bağçalarda valideynlərin kateqoriyalara bölürük. Narazı valideyn növü var, təkəbbürlü intellektual var, problemlərdən qaçan var, bir də passiv valideyn var. Yəni bunların növləri var belə. Və bir də burada var, sadə ailələr var, nuklear ailələr deyirik, nüvə belə deyək də. Burada sadəcə uşaqlar var, ana və ata var, 2 nəsil var. Bir də var mürəkkəb ailələr var. Nənə var burada, baba var burada, ümumiyyətlə bütün ailə üzvləri var və nənə gəlib bağçadan başqa bir şey istəyir. Ana başqa bir şey istəyir, ata başqa bir şey istəyir. Məsələn, nənə deyir ki, mənim uşağım əmzik vasitəsilə qida qəbul etsin. Ana deyir ki, yox, qaşıqlayıb yesin. Ata gəlir tamam başqa bir şey istəyir. Ata deyir ki, verin uşağıma şirniyyatlar yesin və s. Biz o ailələrlə mütləq şəkildə, yəni ailələrin növlərini bildiyimiz zaman onlara yanaşmanı bilə bilirik artıq. Məsələn, bu problemli valideyndirsə, ona özü kimi yanaşmağa başlayırıq. Bu passiv valideyndirsə, yenə də onu göz ardı etmirik, ona da məlumat veririk. Amma biraz deyim ki, ən çətini problemlərdən qaçan və təkəbbürlü intellektual tiplərdir. Çünki təkəbbürlü intellektual növlü valideynlər daha çox mən düzünü bilirəm,
uşağım üçün nə yaxşıdırsa mən bilərəm kimi yanaşan valideynlərdir və onlar bağçalarda müəllimləri və bağça rəhbərliyini çox yoran tiplər ola bilirlər. Çünki biz profilaktik işlər görürük. Otuzdururuq valideyni və məlumat veririk ki, baxın, uşağınız çeynəməlidir. Uşağınız yemək qəbul etməlidir. Uşağınız bu qidaları yeməlidir ki, onlar sağlam şəkildə böyüsün. Valideyn israr edir ki, yox. Mənim uşağım mütləq bu şirəni içsin, mənim uşağım mütləq şəkildə bu qidanı qəbul etsin və s. bu kimi məsələlərdə israr eləməyə başlayır. Biz dəfələrlə söhbət edirik. Görürük ki, valideyn yenə də öz bildiyini edir, öz dediyinin üstündə durur və o zaman biz ona belə deyək də təklif edirik ki, başqa bir bağça seçsin. Çünki nəticədə o artıq bağçanın ümumi strukturuna zərər verməyə başlayır, bağçanın ümumi gedişatına zərər verməyə başlayır. Çünki davamlı narazılıq edən insanla işləmək də çətindir. Ümumiyyətlə uşaqların bu mənə ən çox verilən sualdır ki, uşaqların doğru şəkildə bağça yaşı nə zamandır? Mənim hər zaman valideynlərə tövsiyəm 3 yaşdan sonradır. Çünki 3 yaşa kimi uşaqla ana arasında güvən bağı qurulur və tamamlanır. Uşaq 3 yaşdan sonra bağçaya getdiyi zaman, yəni uşağın 3 yaşdan sonra daha çox sosiallaşma ehtiyacı qalxır və daha çox dost istəyir, daha çox müəyyən ortamları istəməyə başlayır, oyun yoldaşı istəyir və biz 3 yaşdan sonra uşağı bağçaya göndərməyə tövsiyə eləyə bilirik. Amma bəzi uşaqlar var ki, ümumiyyətlə bağça mühitini sevmirlər, heç bir şəkildə adaptasiya olmurlar, valideyn bir neçə bağça axtarışında olur və axırda məsələn 10-cu bağçada dayanır və yaxud heç onda da dayanmır, uşaq istəmir. Belə olan halda biz uşağı bağçaya aparmamağı tövsiyə edirik. Çünki o hələ psixi və mənəvi olaraq, fizioloji və mənəvi olaraq hazır deyil. Valideynlə qalması daha yaxşıdır həmin müddətdə. Çünki bəzi uşaqlarda inkişaf mərhələsi gec gedə bilir. İsrarla göndərdiyimiz zaman bu onda travmalar yarada bilər artıq. Qorxular formalaşdırmağa başlayır, gecə kabuslar görür uşaq və s. İnkişafına pis təsir etməyə başlayır. Amma 3 yaşdan sonra biz uşağı adaptasiya etdiyimiz zaman yavaş-yavaş uşaq ümumiyyətlə ehtiyacı, bir fərdin ehtiyacı nədir? İnsanın ən təməl ehtiyacımız güvən duyğumuzdur. Güvən. Uşaq əgər müəssisəyə girir, müəllimin ona göz kontaktını görürsə, göz təmasına girdiyini görürsə və o duyğunu, o güvəni hiss edirsə, uşaq yavaş-yavaş ora adaptasiya olmağa başlayır. Və girəndə görür ki, burada sadəcə dərs öyrənmirlər, bəlkə evdən belə gəlib. Burada sadəcə şeir əzbərləmirlər. Burada oyun yoldaşları var. Burada ona yaxşı davranan bir insan var və belə deyək də adaptasiyanı daha rahat keçməyə başlayır. Bu zaman belə deyim də bağça həyatı uğurlu olur. Amma uşaq da var ki, siz özlüyünüzdə çox yaxşı müəllim ola bilərsiniz, çox yaxşı insan ola bilərsiniz, amma uşaq sizlə güvən bağı qura bilmir. Heç bir şəkildə güvən bağı alınmır uşaqda. Bunun da səbəbi onun doğuş şəklidir. Yəni anasının bətnindən aldığı o sxemlərimiz bizim formalaşır. O duyğulardır hər biri ki, o güvən bağını formalaşdırır. Hiss edə bilmir uşaq bunu və mütləq şəkildə bağçadan qaçmaq istəyir. Anasını görəndə, atasını görəndə onun yanında olmaq istəyir. Bizim valideynlərimizə tövsiyəmiz, uşağınız bağçaya getmək istəmirsə, hər səhər mütləq şəkildə ağlaya-ağlaya uşağı işgəncələrlə ora aparırsınızsa, sınayın görək başqa alternativ bağçalarda necədir bu uşağın vəziyyəti. Eyni davranışları göstərirsə, o zaman bağça məsələsini bağlayın və uşağı bağçaya deyil də müxtəlif saatlarla olan müxtəlif belə deyək də fəaliyyət mərkəzlərinə göndərməyiniz daha yaxşıdır ki, həm uşaq burada dostlaşa da bilsin. Tam gün deyil də yarım günlük fəaliyyətləri seçmələri daha doğru olardı. Yəni uşaq yatmaq istəmir orada, istəmir, mühiti istəmir, hiss eləyə bilir çünki uşaq. Amma uşaq da var ki, çox rahat gəlir, sevir o mühiti və o zaman oradan uşağı ayırmaq biraz çətindir və tövsiyə olunan deyil. Valideyn bəzən narazılıq eləyir, amma uşaq oranı sevib. Uşaq sevibsə orada qalması daha məsləhətlidir. Bağçalarda yuxu, uşaqların yatmaq məsələsinə də toxunmaq istəyirəm. Çünki ailələr müraciət edirlər, bağçaya bildirirlər ki, uşaqlar günorta saatlarında yatmasınlar, istəmirik yatsınlar. Çox zaman səbəbi əslində nə olur? Uşaq evə getsin və tez yatsın və belə deyək də enerjisi tam şəkildə tükənmiş olsun və uşaq orada yatsın. Ancaq yuxu uşağın inkişafı üçün çox vacib amildir. Hər uşağın orqanizması fərqlidir. Təbii ki, enerjili uşaq ola bilər, hiperaktiv uşaq ola bilər, yəni yatmaq istəməyən bir uşaq ola bilər. O zaman biz həmən yuxu saatlarında digər uşaqlar yatdığına görə bu yuxlamayan, yatmayan uşaqlar üçün biz necə mühit təşkil edə bilərik? Biz mütləq şəkildə orada bir sakit mühit təşkil edə bilərik ki, o da dincəlsin, beyni dincəlməyə başlasın. Rahat müxtəlif əşyalarla uşaq sakitləşdirici mühitdə olmalıdır. Yəni aqressiv oyunlardan, hərəkətli oyunlardan qaçmalıyıq həmin mərhələlərdə. Çünki həm digər uşaqları narahat edə bilər, həm uşağın özünün orqanizması üçün bu zərərdir. Ancaq valideynləri biz bu məsələdə çoxlu maarifləndirməyə çalışırıq ki, uşağın yuxu ehtiyacını ödəmək lazımdır. Çünki bəzən valideyn gəlir bildirir ki, yatmasın mənim uşağım, amma uşaq günorta saatlarında mürgülüyür.
yuxusu var uşağın və tərbiyəçilər məcbur olur uşağı aparırlar, yatağa qoyurlar, yatdırırlar. Valideyn gəlir, yəni narazılıq edir ki, axı mən sizə yatmasın demişdim və bu uşaq yatıb. Uşağın ehtiyacına uyğun davranırıq. Bilirsiniz, ehtiyaclar fərqlidir, istəklər fərqlidir. Valideynin istəyi ola bilər ki, uşaq yatmasın, o qidanı yeməsin, amma uşağın ehtiyacı yuxudur. Uşağın ehtiyacı o qidadır. Ehtiyaclara daha çox fokuslanmalıyıq və uşağın digər bir ehtiyacı da, əsas ehtiyacı çöldə oynamaqdır. Ümumiyyətlə biz baxırıq bağçalara və müqayisə edirik Çin bağçaları ilə, müxtəlif Avropa ölkələrinin bağçaları ilə, görürük ki, xoşumuza gəlir. Görürük ki, uşaqlar çöldə oynayırlar, su daşıyırlar, palçıqda, qumda oynayırlar. Bəs biz niyə bunu bacarmırıq? Çünki valideynlər uşaqlardan əl çəkmək istəmirlər. Məsələn, valideyn gəlir bağçaya bildirir ki, təbii ki, istisnalar var. Uşaqlarının çöldə bayırda oynamasını istəyən valideynlər da kifayət qədərdir. Amma əksəriyyəti gəlirlər, bildirirlər ki, bağçada uşağımın paltarı batmasın, səliqəli qalsın, çölə çıxmasın, xəstələnərək. Çünki biz evin içərisində də uşağı papaqla gəzdirənik, mühitə uyğunlaşdırmırıq. Buna görə də payız ayları gələn kimi bütün uşaqlar xəstədirlər, bütün uşaqlar müxtəlif viruslara yoluxurlar, çünki təbiətlə təmasda deyillər. Biz xarici ölkələrə də baxsaq belə, hətta soyuq ölkələrin uşaqlarına belə baxsaq, görərik ki, bu uşaqlar bütün fəsillərdə çöldədirlər və oyun oynayırlar, sadə geyimlərdə oyun oynayırlar. Uşaqları isə biz çölə çıxartmaq istəmirik. Çölə çıxarılanda belə onların oyununu, hərəkətini məhdudlaşdırırıq. Yıxılar, bir şey olar, sonra məsuliyyətim olar və s. Bu məsələdə valideynlərlə anlaşmaq lazımdır. Yəni ortaq nöqtəyə gəlmək lazımdır ki, valideynlər bilməlidirlər ki, uşağın inkişafı təbiətlə təmasda olmalıdır. Uşaq palçıqda oynamalıdır, uşaq torpaqda oynamalıdır, uşaq suda oynamalıdır. Necə ki, yayda dəniz kənarında bütün uşaqlar qum və su ilə oynayırlar, bu uşağın zehni üçün çox-çox faydalıdır. Çünki toxunduğu zaman uşaq, yəni sensor tərbiyə deyirik, toxunduğu zaman uşağın zehni də sakitləşir, uşağın beyni də sakitləşir və toxunduqlarını kəşf elədiyi zaman nitqinə də bu təsir etməyə başlayır. Oynayırlar, danışmağa başlayırlar. Amma mühitin içərisində olanda, yəni bağçada iki formada mühit var. Daxili və xarici inkişaf etdirici mühit. Daxili mühit bağçadakı güşələrdir, bağçadakı əşyalardır, öyrədici materiallardır. Xarici isə uşağın bağçanın həyətindəki müxtəlif, belə deyim, ağaclar belə xarici inkişaf etdirici mühitdir. Çölə çıxan zaman uşaq nə edir? Müşahidə edir. Ağacı müşahidə edir, çiçəyi müşahidə edir, göydə uçan quşu müşahidə eləməyə başlayır, hava durumunu müşahidə edir. Amma içəridə qapalı qalan bir uşaq sadəcə içəridəki mühiti müşahidə eləməyə başlayır və heç nə öyrənmir nəticədə. Yəni o kartlarla öyrənmə məsələsini, o şəkillərlə öyrənməni azaltmalıyıq. Toxunaraq öyrənməyə daha çox fokuslanmalıyıq. Çünki uşağın əlinə vermədiyimiz heç bir şeyi zehninə yerləşdirə bilmərik. Toxunub hiss eləməlidir, o çiçəyi hiss eləməlidir, o ağacı hiss eləməlidir. Payız gəlir, yarpaqları hiss etməlidir. Görürsüz, küçədə uşaqlar gəzəndə gölməçə, yağış gölməçəsi görəndə hamısı girmək istəyir içinə. Yəni böyük adamlar belə bunu istəyə bilər ki, içəri girsin, hiss etsin onu. Və uşaq belə deyim də o duyğuları yaşadığı zaman öyrənmə prosesi daha yaxşı olur. Niyə istənilən terapiyalarda belə insanlara nə tövsiyə olunur? Gəz, açıq havada ol, yürüyüş edin. Çünki təbiət mütləq şəkildə insana daha çox şey verir və onu daha sakitləşdirir, rahatladır. Eyni ilə də uşaqlara. Uşaqları çölə çıxartmaq lazımdır. Uşaqlar həyətdə oynamalıdırlar. Çünki onların əlindən çox şey almışıq. Səkiləri almışıq, oyun parklarını almışıq, salmışıq onları balaca alış-veriş mərkəzlərindəki oyun mühitinə və içərilərə. Hava görmür uşaqlar və əllərinə də vermişik telefon və planşetləri. Sonra da istəyirik ki, uşaq aqressivləşməsin, uşaq dişləməsin, uşaq robot kimi olmasın. Hardan bəs qazanacaq o bilgiləri? Thank you.